dəyərli izləyicilər, Bakı Biznes Universitetindəyik. Bugün bu məkanda ölkəmizin iki mühüm olimpiyadası, Azərbaycan Milli İqtisadiyyat Olimpiyadası və Azərbaycan Fəlsəfə Olimpiyadasının seçim mərhələsi keçirilir. Müasir dünyada iqtisadiyyat yalnız maliyyə və bazar anlayışları ilə məhdudlaşmır. O, qərar vermə, resursların düzgün bölüşdürülməsi və dünyada baş verən prosesləri anlamaq üçün əsas mexanizmdir. Fəlsəfə isə bu qərarların arxasında duran məntiqi, əxlaqi anlayışları, dəyərləri və səbəb-nəticə əlaqələrini düşünməyə öyrədir. Bu iki sahə birlikdə insanın həm rasional, həm də dərin düşünən tərəfini formalaşdırır. Bugün burada toplaşan şagirdlər də sadəcə suallara cavab vermir, düşünməyi, analiz etməyi və mövqelərini əsaslandırmağı öyrənirlər. Məhz buna görə bu olimpiyadalar bilikdən daha çox düşüncə mədəniyyətini ön plana çıxarır. Adam Smith deyir ki, iqtisadiyyat yalnız rəqəmlər deyil, insan davranışlarının elmidir. Bugün Azmioda iştirak edən şagirdlər də məhz qərar vermə, analiz və nəticə çıxarma bacarıqlarını ortaya qoyurlar. Seçim mərhələsi bugün saat 11-də start götürür. Azərbaycan Milli İqtisadiyyat Olimpiyadasında 5-8-ci sinif şagirdləri junior, 9-11-ci sinif şagirdləri isə senior kateqoriyaları üzrə iştirak edirlər. Onlar 60 dəqiqə ərzində 25 çox variantlı suala cavab verərək maksimum 100 balı toplamağa çalışacaqlar. Azərbaycan Fəlsəfə Olimpiyadasında 8-11-ci sinif şagirdləri iştirak edir. Burada yanaşma fərqlidir. Şagirdlər test həll etmir, mövzulara uyğun esselər yazır, onu əsaslandırmağa çalışırlar. Təqdim olunan 4 mövzudan birini seçərək 120 dəqiqə ərzində fəlsəfi esse yazırlar. Qeyd edək ki, Azərbaycan Milli İqtisadiyyat Olimpiyadası artıq 2 ildir ki, ölkəmizdə keçirilir və qısa zamanda məktəblər üçün güclü akademik platformaya çevrilib. Azmionun əsas final mərhələsi hesab olunan International Economics Olympiad 2025-ci ilin 20-29 iyun tarixlərində Global Olympiad Center-in iştirakçılığı ilə ölkəmizə baş tutub. Azərbaycan Fəlsəfə Olimpiyadasında 8-11-ci sinif şagirdləri iştirak edir. Burada yanaşma fərqlidir. Şagirdlər test həll etmir, mövzulara uyğun esselər yazır, onu əsaslandırmağa çalışırlar. Təqdim olunan 4 mövzudan ikisini seçərək 120 dəqiqə ərzində fəlsəfi esse yazırlar. Olimpiyadanın final mərhələsində 52 ölkə iştirak edib. Onlardan 31 ölkə əyani, 21 ölkə isə onlayn formada təmsil olunub. Xüsusi olaraq qeyd edə bilərik ki, Azərbaycan komandasından Ayşə Tapdıqzadə, Danyar Əliyev və Rüfət Əsgərov bürünc medal qazanıblar. Eyni zamanda Danyar Əliyev maliyyə fənni üzrə ən yüksək nəticə göstərərək fəxri döş nişanı ilə təltif olunub. Bu il International Economics Olimpiyadının final mərhələsi Çinin Suzhou şəhərində keçiriləcək. Seçilmiş 5 şagird bir komanda şəklində ölkəmizi təmsil edəcək. Azərbaycan Fəlsəfə Olimpiyadası dünyada uzun illərdir keçirilən Beynəlxalq Fəlsəfə Olimpiyadasının milli seçim mərhələsi kimi nəzərdə tutulur. Beynəlxalq Fəlsəfə Olimpiyadası UNESCO-nun dəstəyi və Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyasının himayəsi altında təşkil olunan nüfuzlu intellektual platformadır. 1992-ci ildən bəri keçirilən bu olimpiyadanın əsas məqsədi gənclərdə tənqidi və yaradıcı düşüncəni təşviq etməkdir. Azərbaycan Fəlsəfə Olimpiyadası bu il ilk dəfə ölkə mərhələsi baş tutur. Bu olimpiyada ölkəmizdə orta məktəb səviyyəsində fəlsəfi düşüncənin sistemli şəkildə təşviqi üçün atılan mühüm addımdır. Burada məqsəd yalnız bilik yox, düşünmə mədəniyyəti, arqument qurmaq və mövqeyini əsaslandırmaq bacarığı formalaşdırmaqdır. Bugün keçirilən ölkə mərhələsində ən yüksək nəticə göstərən 2 şagird 14-17 may tarixlərində Polşada keçiriləcək final mərhələsində Azərbaycanı təmsil etmə imkanını qazanacaq. Bu isə şagirdlər üçün gənc yaşda qlobal intellektual mühitə çıxış imkanı yaradır. Finala yüksələn şagirdlər orada iştirak edərək nüfuzlu təhsil müəssisələri tərəfindən tanınan beynəlxalq sertifikatla təltif olunacaq və olimpiyadanın akademik heyəti ilə yaxından tanış olacaq. Azərbaycan Fəlsəfə Olimpiyadasında struktura nisbətən fərqlidir. Belə ki, şagirdlər test sualları həll etmir, verilən mövzuya uyğun esselər həll etməyə çalışırlar. Esse yazıları 100 bal üzərindən qiymətləndirilir. Qiymətləndirmə zamanı mövzunun fəlsəfi məzmununa uyğunluq, arqumentlərin əsaslandırılması, fəlsəfi anlayışlardan düzgün istifadə, mətnin struktur və ifadə aydınlığı, eləcə də yaradıcı və orijinal yanaşma əsas meyarlar kimi nəzərə alınır. Hazırda seçim mərhələsi davam edir. Zalda tam sakitlik müşahidə olunur. Şagirdlər bəzən bir cavab üzərində uzun müddət düşünür, bəzən isə fikirlərini kağız üzərində sistemləşdirirlər.
İqtisadiyyat düzgün qərar verməyi, fəlsəfə isə doğru sual verməyi öyrədir. Bu iki bacarıq isə gələcəyin düşünən Azərbaycan gənclərini formalaşdırır. Bütün iştirakçılara uğurlar arzu edirik. Beləliklə, Azərbaycan Milli İqtisadiyyat Olimpiyadası və Azərbaycan Fəlsəfə Olimpiyadasının seçim mərhələsi başa çatır. Salam dəyərli izləyicilər. Hazırda Odlar Yurdu Universitetindəyik. Burada Azərbaycan Milli İqtisadiyyat Olimpiyadasının milli final mərhələsi keçirilir. Bugün burada toplaşan şagirdlər ölkənin müxtəlif bölgələrindən seçilərək final mərhələsinə vəsqə qazanıblar. Onları bir araya gətirən isə iqtisadi düşüncə, analitik təhlil bacarıqları və maliyyə savadlığıdır. Azərbaycan Milli İqtisadiyyat Olimpiyadasının final mərhələsi şagirdlərin iqtisadi nəzəriyyə biliklərini, analitik düşünmə bacarıqlarını və maliyyə savadlığını qiymətləndirmə məqsədi ilə təşkil olunur. Mərhələsində təqdim olunan suallar beynəlxalq standartlara uyğun hazırlanır. İmtahan zamanı şagirdlərin bilikləri bir neçə əsas istiqamət üzrə qiymətləndirilir. Bunlara mikroiqtisadiyyat, makroiqtisadiyyat, beynəlxalq iqtisadiyyat, maliyyə və investisiya, eləcə də analitik iqtisadi problemlərin həlli daxildir. İştirakçıların iqtisadi modelləri anlamaq, qrafikləri düzgün interpretasiya etmək və riyazi iqtisadi hesablamalar aparmaq tələb olunur. Bu isə yalnız nəzəri bilikləri deyil, eyni zamanda analitik düşünmə və qərar vermə bacarıqlarını da sınağa çəkir. Bundan əlavə, maliyyə üzrə praktiki təhlil tapşırığı da təqdim olunur. Bu mərhələdə şagirdlər real maliyyə vəziyyətini analiz edir, müxtəlif investisiya aktivlərini risk səviyyəsinə görə qiymətləndirir, portfelin gəlirliyini hesablayır və fərqli iqtisadi ssenarilərə əsaslanaraq investisiya qərarı verirlər. Ötən ilin ən mühüm beynəlxalq iqtisadi hadisələrindən birinə qısa bir səyahətə dəvət edirik. 2025-ci ilin 21-29 iyul tarixlərində Bakı şəhəri dünyanın müxtəlif ölkələrindən gələn gənc iqtisadçıların görüş nöqtəsinə çevrildi. 51 ölkənin iştirakı ilə keçirilən Beynəlxalq İqtisadiyyat Olimpiyadasının final mərhələsi məhz paytaxtımızda təşkil olundu. Global Olympiad Center'ın təşkilatçılığı ilə baş tutan bu mötəbər yarışma gənclərə iqtisadi biliklərini beynəlxalq səviyyədə nümayiş etdirmək, müxtəlif ölkələrdən olan iştirakçılarla tanış olmaq və fikir mübadiləsi aparmaq imkanı yaratdı. Ümumi müddəti 120 dəqiqədir. Bu müddət ərzində iştirakçılar müxtəlif bölmələr üzrə tapşırıqları yerinə yetirirlər. Economics test üçün təxminən 45 dəqiqə, açıq iqtisadi məsələ üçün 25 dəqiqə, maliyyə test sualları üçün 15 dəqiqə və finance case study hissəsi üçün isə 35 dəqiqə vaxt ayrılıb. Beləliklə, imtahan həm bilik, həm də vaxtın düzgün idarə olunması baxımından iştirakçılar üçün ciddi bir sınaqdır. Azərbaycan Milli İqtisadiyyat Olimpiyadasının final mərhələsində ən yüksək nəticə göstərən 5 şagird ölkəmizi iyul ayında keçiriləcək Beynəlxalq İqtisadiyyat Olimpiyadasında təmsil etməyə hüquq qazanacaq. Bu isə gənc iqtisadçılar üçün biliklərini beynəlxalq səviyyədə nümayiş etdirmək və dünyanın müxtəlif ölkələrindən olan iştirakçılarla rəqabət aparmaq imkanı yaradır. Final nəticələrinə əsasən ilk 5 iştirakçı qızıl medal, növbəti 10 iştirakçı gümüş medal, daha sonraki 20 iştirakçı isə bürünc medal qazanır. Final mərhələsinə vəsqə qazanmış, lakin medal əldə etməyən iştirakçılar fəxri fərmanla təltif olunur. Digər iştirakçılar isə olimpiyadada iştiraklarını təsdiq edən rəsmi sertifikat əldə edirlər. Öncədən də qeyd etdiyimiz kimi, Azmi Olimpiyadasında ən yaxşı nəticə göstərən 5 şagird ölkəmizi Çinin Suzhou şəhərində keçirilən böyük finalda təmsil etmə şansı qazanacaqlar. Salam, necəsən? Yaxşıyam, siz necəsiz? Çox sağ ol. Özünü təqdim edə bilərsən? Adım Amin İsmailzadə, Tərəqqi liseyi 9-cu sinifində oxuyuram. Amin, bugünkü olimpiyadaya hazırsan? Bəli. Hansı medal qazanacağını düşünürsən? Gümüş düşünürəm ələcə. Gələcək həyatında iqtisadiyyat, maliyyə və biznes üzrə fəaliyyət göstərməyi düşünürsən? Əslində əsas fəaliyyəti IT sahəsi üzrə fikirləşirəm, amma iqtisadiyyat da B planı kimi ola bilər. Buradan kiməsə salam göndərmək istəyirsən? Valideynlərimə buradan salam göndərmək istəyirəm. Salam, özünü təqdim edə bilərsən? Salam, mən Babayev Xıdır. Hacıqabul rayonu Ədalət Əqaib adına Çolan kənd məktəbindən buraya gəlirəm. Bu gün özümü göstərəcəm burada.
Xıdır, bugünkü olimpiyadaya hazırsan, kiminlə hazırlaşmısan? Bugünkü olimpiyadaya hazıram. Buradan süni intellektlə hazırlaşmışam. Bundan əvvəl fəlsəfə olimpiyadasında da onunla hazırlaşmışdım. Ondan 83 bal topladım. Ümid edirəm ki, iqtisadiyyatda da gözəl, yaxşı olacaq. Gələcək həyatında bu sahədə davam etməyi düşünürsən? Dəqiq bilmirəm, amma onu bilirəm ki, sadəcə riyaziyyat müəllimliyini gözləmək istəyirəm, riyaziyyat müəllimi olmaq istəyirəm. Buradan kiməsə salam göndərmək istəyirsən? Buradan mənə dəstək olan müəllimlərimə və ailəmə salam göndərirəm. Salam, necəsən? Yaxşıyam, siz necəsiniz? Çox sağ ol. Özünü necə hiss edirsən bu gün? Biraz həyecanlı. Özünü təqdim edə bilərsən? Bəli, mən Mahir Məcidov 6-cı sinifəm və məktəbimin adı isə As Makarenko. Mahir, bugünkü olimpiyadaya hazırsan? Bəli, Kiminlə hazırlaşmısan? anam və atam köməyi ilə hazır. Hansı medalı qazanacağını düşünürsən? Məncə gümüş. Buradan kiməsə salam göndərmək istəyirsən? Valideynlərimə və müəllimlərimə. Здравствуйте, можешь нам представиться, пожалуйста? Меня зовут Ранин Гусейн Ли, я учусь в школе Ландау в 11 классе. На какую олимпиаду ты сегодня пришел? Расскажи нам о своих чувствах, как ты готовился. Я пришел на Олимпиаду Азмио, готовился долго, после отборочного тура немножечко долго готовился, волновался. И очень рад, что прошел финал. В прошлом году не получилось, так как я был за границей, но в этот раз уже получилось. И готовился день и ночь, готовился по старым ресурсам, пастпейперы делал, да вот так. В будущем хотела бы ли ты связать свою жизнь с экономикой? Да, конечно, я в университет подаю на курс по финансам, по экономике, поэтому это прямо связано с моей жизнью, и я свяжу в дальнейшем свою жизнь, свою работу с бизнесом, финансами и экономикой. А как думаешь, какую медаль ты сегодня выиграешь и выиграешь ли? Я не хочу раньше времени ничего говорить, но посмотрим. Сильнейший выиграет. Супер, спасибо большое. Salam, necəsən? Salam, yaxşıyam. Siz necəsiniz? Çox sağ ol. Özünü necə hiss edirsən bu gün? Yaxşıyam, çox sağ ol. Özünü təqdim edə bilərsən? Mən Nuray Məmmədli Gənc İnşaatlar Liseyli 7-ci sinif şagirdiyəm. Nuray, bugünkü olimpiyada haqqında nə düşünürsən? Hamıya uğurlar arzu edirəm. Məncə yaxşı yazaram. Gələcək həyatında iqtisadiyyatla, maliyyə ilə və yaxud da bizneslə məşğul olmağı düşünürsən? Tam əmin deyiləm, amma mən gələcəkdə həkim olmağı planlaşdırıram. Hansı medal qazanacağını düşünürsən? Yəqin ki, birinci presi qazanarıq. Buradan kiməsə salam göndərmək istəyirsən? Hamıya salamlar. Salam, özünü təqdim edə bilərsən? Salam, my name is Firuza Aliyeva. I'm studying in Azerbaijan British College and I'm in year 11. Özü bugünkü olimpiyada haqqında nə düşünürsən? I think it's a very good Olympiad and it gives children a lot of opportunities to go and attend Olympiads abroad and increase their vision, I guess. Hansı medal alacağını düşünürsən? Hopefully I'll get into the national team. Kiməsə salam göndərmək istəyirsən buradan? Yox, əslində. Uğurlar sənə. Çox sağ ol. Salam, özünü təqdim edə bilərsən? Salam, mənim adım Əlidir. Təbiət elmləri Təmari Gimnaziyada oxuyuram, 6-cı sinifdə. Əli, olimpiyada necə keçdi bu gün? Təəssüratların necədir? Yaxşı keçdi, 55 bal gözləyirəm. Hansı medal? Gümüş mənim. Buradan kiməsə salam göndərmək istəyirsən? Buradan ailəmə salam verirəm. Salam, necəsən? Salam, yaxşıyam, siz necəsiniz? Çox sağ ol. Özünü təqdim edə bilərsən? Mənim adım İbrahim Mehdidir. İbrahim, hansı məktəbdə oxuyursan? Azərbaycan Britaniya Kolleci. Bugünkü olimpiyada necə keçdi? Yaxşı idi, yəni maraqlı suallar var idi. Keçən ilin finalisti olaraq bu suallar, yəni bu ilin sualları çox fərqli idi, onu deyə bilərəm. Amma yaxşı keçdi, şükür. Gələcək həyatında iqtisadiyyat, maliyyə və yaxud da biznes işi ilə fəaliyyət göstərmək istəyirsən? Bəli, biznesə girmək istəyirəm. Buradan kimə salam göndərmək istəyirsən? Atama, anama, qardaşıma salam vermək istəyirəm. Привет, ты можешь, пожалуйста, представиться нам? Здравствуйте, меня зовут Джунейд Ганбаров, я ученик 11 класса в школе АДА. Как ты написал олимпиаду? Расскажи о своих ощущениях. Олимпиаду я написал, но у меня очень смешанные чувства по поводу этого, потому что многие темы и вопросы я не знал, но как бы посмотрим потом на результат. Как думаешь, выиграешь какую-нибудь медаль? У меня сомнения по этому поводу, но как бы, может быть, повезет, может быть, выиграю. В будущем планируешь связать свою жизнь с экономикой, например, работать или учеба?
Может быть, моя главная сфера — это математика, но, в принципе, там, где математика, там и финансы, поэтому, может быть, если мне будет охота, то свяжу. Спасибо большое. Кому ты привет хочешь передать? Да, хочу передать привет своим родителям, своим учителям со школы и своим репетиторам. Супер, спасибо. Beləliklə, Azərbaycan Milli İqtisadiyyat Olimpiyadasının milli final mərhələsi başa çatır. Bu yarış yalnız biliklərin yoxlanması deyil, həm də gənclərin iqtisadi düşüncə tərzinin formalaşması və gələcək iqtisadçı nəslin yetişməsi üçün mühüm bir platformadır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın. Növbədə olimpiyadalarda görüşənədək.